Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub. Qafqaz İnfonun məlumatına görə Mingəçevir-Bəhramtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində qazı ilə toqquşan Vaz 21015-dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər. Belə ki, Vazın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev, həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsəvər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən sonra faciəvi hadisə ilə üzləşiblər. Qəza nəticəsində sürücü və əmisi oğlu Elsəvər həlak olub. Orxan Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.